Hər maçını birlikdə izləyəcəyik. Mən Gündüz Abbaszadə və Murad Axundovla birlikdə. Maç başladı. Murad uğurlar, kəpəzimizə uğurlar, komandamıza uğurlar. Hər vaxtın xeyir Gündüz. Avstriyadan hal-hazırda canlı yayındayıq. Kəpəz Avroligada bizim ölkəmizin Kəpəz azarkeşləri ümumiyyətlə bütün Azərbaycanı sevindirdi və növbəti mərhələyə vəsiqə qazandı və indi də növbəti mərhələdə Admiral Vakir komandası ilə tarixə düşüb. Ümid edək Kəpəz bugün daha bir tarix yazacaq. Avstriyada qələbə qazanmaqla. Müdafiədə diqqətli olmalıyıq. Başla zərbə, top qapının üstündən keçir. Və Kosova ola bilər, amma Makedoniya vətəndaşıdır. Makedoniya vətəndaşıdır, bəli. Tadasimayitis yerində idi. Sonra yaş qruplarına cəlb olunurdu bu futbolçu, amma əsas milliyə gedib çıxmadı. Bir təhlükəli vəziyyət yaşanmışdı. İlk toxunuş Vakirin futbolçularından gəldi. Daha bir hücum olacaq. Zərbə vurmağa imkan vermək olmaz. Yarım qövsün üzərində uzaqdan zərbə. Daha bir zərbə. Əhsən Tural Axundov. Özünün müdafiəçi Tural Axundov topun qarşısına atdı. Hücum davam edir Admiral Vakirdən. Nicat Qurbanov da köməyə gəlir və Eba. Çox deməyək. Gözə gətirməyək, hə Murad? Yerdən ötürmə mərkəzə doğru. Tadasimayitis yerində. Bizim istədiyimiz kimi alınmadı. Əsas olan odur. Neftçi Şikendi oyununda hal-hazırda səhv etmirəmsə təxminən 70-ci dəqiqədə hələlik qolsuz bərabərliyi həmin görüşdə davam eləyir. Xatladakı Neftçi Paviç solcun atan hücuma dəstək Paviçdən. Daha bir ötürmə Tadasimayitis. Təhlükəli anlar, təhlükəli zərbələrə imkan vermək olmaz. Ümumiyyətlə tamamilə boş idi, amma 11 metrlik nöqtənin yaxınlığında bomboş mövqedə zərbə vurmaq imkanı tapdı. Bəlkə də bəxtimiz gəlir. 26 yaşı var bu futbolçunun, bu oyunçunun və artıq uzun müddətdir ki, orada balla ötürmə yaxşı alındı. Paviç, sol cinatdan ötürməsi, başla zərbə də gəlir, top qapının üstündən keçir, yaxşı qutardı. Həyat 188 azarkeşin hamısından daha dəyərlidir. Bizim üçün Admiral Vakirin hal-hazırda evində alışdığı toplu oynayır. Tamam fərqli, Kəpəzin oynamadığı toplu oynayır. Əslində, prinsip etibarilə elə də böyük fərq yoxdur deyirlər azarkeşlər, amma var. Gücdən zərbə, üçün zərbəsini bu dəfə Knas Müller yerinə yetirdi. Başla zərbə vurmaq imkan olmaz. Hesab açılırmı? Bəli, gol. Təəssüflər olsun ki, 41-ci dəqiqədə Admiral Vakir Kəpəzin qapısına yol tapdı. İstədiyi qolu vurdu Avstriya təmsilçisi. Çox təəssüf. Həmin o məqama diqqəti cəlb edib qabartmaq istəmədim. Üçüncü çıxış cəhdində fikir versənsə, səhvə yol verdi. Çıxın çıxmayın. Bir anlıq tərəddüd etdi və bir anlıq tərəddüd kifayət elədi ki, səhv yaransın və komandamız top buraxsın. Olsun. Artıq gec idi. Olsun. Avrokuboklarda 16 ildən sonra Kəpəzin buraxdığı ilk topdur bu. 41-ci dəqiqə. Təkrarı bir daha izləyək. Adını 77 nömrəli futbolçu Serginho, Nicat Qurbanov oynuyor. Nicat Qurbanov cərbə meydançasına girir. Eba, Nicat Qurbanov! Nicat Qurbanov! Çox təəssüf, onu qoldan xilas eləyir. Yaxşı hücum təşkil eləmişdi Gəncəllər. Təkrarı bir daha izləyək. Eba ilə çox gözəl pas. Bir dəfəlik transfer olundu və bəyənildi hər halda. Rapid belə bir futbolçunu buraxdı. İndi imkan vermək olmaz ikinci qola. Şəhriyar Rəhimov Spiridon hücumçu ilə əvəzlədi. Ştarkıl hücumçu idi qolun müəllifi. Onun əvəzinə yeni oyuna daxil olan Munşayn da hücumçudur. Zərbənin təkrarını bir daha izləyək. Spiridon zərbə vurmaq. Hakimin hər halda 93-cü dəqiqədə bir penalti. Dario penaltini dəqiq yerinə yetirir, amma yox. Kəpəzin penalti vuranı ştat sərvərizdə Tural Axundovdur, xatırlayırsa. yox, ehtiyac olmadı. Hakim ehtiyac görmədi buna. Bütün ümidləri Bakıya saxlayırıq. Stadionun direktoru da ayaq üstə dayanıb.